bir neçə gün əvvəl məlum oldu ki, Türkiyə sərhədi nə vaxt açacaq? Azərbaycanla sülh müqaviləsi imzalandıqda. Bu barədə Türkiyənin Xarici İşlər Naziri bəyan edib. Avqustun Vaşinqtonda ilkin imzalanma olmuşdu, lakin Azərbaycan tələsmir, çünki tələbləri var, məsələn, konstitusiya dəyişmək. Türkiyənin Xarici İşlər Naziri daha da açıq danışıb deyib, əgər biz münasibətləri indiki məqamda nizamlayaq, Ermənistan üçün Azərbaycanda sülh sazişi imzalanmağın ən böyük səbəbini aradan qaldırmış olarıq. Buna görə də Fidan deyib ki, regionda dondurulmuş münaqişə ehtimalı ilə qarşılaşa bilərək biz bunu istəmirik. Bu vacib bəyanatdır. Əvvəllər Türkiyə çox yüksək səviyyədə ilk dəfədir ki, ictimaiyyət qarşısında qapalı sərhəd haqqında bu qədər açıq danışır. İkincisi, danışan şəxs çox əhəmiyyətlidir. Hakan Fidan sadəcə Xarici İşlər Naziri deyil, o Erdoğanın varisi, sağ eli Türkiyə kəşfiyyatının keçmiş rəhbəridir. Onun ümumiyyətlə Suriyanı fəth edən hesab edirlər. Qisas Acıyev Türkiyədə deməli həm də Azərbaycanda və Azərbaycana münasibətdə mühüm və samballı rola malikdir.